Biçilmiş taxıl sahəsində baş verən yanğın üzüm bağına keçərək xeyli sayda ağacı və bostan bitkilərini məhv edib. Hadisə Cəlilabad rayonunun Maşlıq kəndində baş verib. Hələ ki məlum olmayan səbəbdən biçilmiş taxıl sahəsində başlayan yanğın tez bir zamanda hektarlarla sahəyə yayılıb. Ətraf ərazidə qurumuş kolkosların olması alovun yaxınlıqdakı üzüm sahəsinə də keçməsinə səbəb olub. Nəticədə Elçin Cahangirova məxsus bağda 2 hektara yaxın üzüm kolları, eləcə də Fransadan gətirilərək yenicə əkilmiş tinklər tamamilə yanaraq yararsız hala düşüb. Bundan başqa alov bostan sahəsinə də ziyan vurub. Tarladakı qarpız tağları, eləcə də bir neçə tona yaxın yığılmamış məhsul yanaraq yararsız hala düşüb. Təzəcə gətirdiyimiz ştillərimiz var idi. Onlar hamısı demək olar ki, yanıb. Qarpız əkmişdik, qarpız bostanlarımız var idi. Onlar yanıb, kukuruzumuz yanıb. Ümumilikdə fermerə 5-6 min manat civarında ziyan dəyib. Şəmsdan Fikrətli, Rəhman Məlikov, Dünya TV.